Söhbət baş verən atəşkəs Putin sayağı atəşkəsdir. O atəşkəs ancaq qızıl meydanlarına, yəni o qanlı meydana aiddir. Məsələ burasındadır ki, müharibə dayanmayıb axı, müharibə davam edir. Müharibə bütün şiddəti ilə davam edir. Sadəcə olaraq Ukrayna tərəf dünən göstərdi ki, mən istəsəm Moskvanı diri bağlaya bilərəm, yandıra da bilərəm. İstədiyim edə bilərəm. Yəni Ukraynanın təkcə onların dünən verdiyi 524 dronu yoxdur ki, Ukraynanın milyonlarla bu dronu var. Mən ki dəqiq bilirəm, 4 milyon kontrakt var drona. Onun 2 milyon yarımı artıq istehsal edilib. Yəni biz mülki insanlarla vuruşmuruq və o cümlədən də o parada gələnlərlə bizim işimiz yox deyə başqa məsələdir. Sistemlər müharibəsidir. Məsələn, bu günləri, bayaqları Xarkov vilayətində bilirsiniz də, yəni Ukrayna həm də aqrar dövlətdir. Bir kəndin cəmaatı öz əkin sahəsinə gedirdilər ki, orada kartof yetişdirməyə. Məsələn, Rusiya dronu onları vurdu. Müharibə dayanmayıb ki, atəşkəs yox deyə Rusiyanın deməyinə deyil ki. 1300 kilometr cəbhə xəttində atəşkəsi təmin eləmək belə asan məsələ deyil. Hökmən haradasa bir sözə baxmayan, bir dəliqanlı belə deyəyim, bir nə bilim, Rusiya tərəfdə özü belə məsələlər çoxdur. Bir keflisi, bir alkoqoliki, bir narkomanı. O qədər qeyri-standart vəziyyətlər var ki, atəşkəs Putin sayağıdır, atəşkəs yoxdur. Amma haqq üçünə deyim ki, ötən gecə Kiyev şəhərinə axşamdan sonra, yəni 00-dan sonra ötən gecə şəhid atılmayıb. Yəni bu faktdır. Kiyev şəhərinə atılmayıb, amma Xersona da atılıb, Xarkova, Zaporojye vilayəti, Donetsk aydınlı vilayətində o müharibə gedən ərazilərdə, o cümlədən Luqansk vilayəti ərazisində müharibələr gedən ərazilərdə ki, son xırda bir hissə qalıb. Hər yerdə atəşkəs qorunmur axı. İndi güya bunlar Ukrayna tərəf, sabahları, bunların qızıl da deyil, nəsə, qanlı meydanına hücum eləməsə, güya bunlar bunu davam etdirəcəklər. Amma bir şey də deyim. Rusiya tərəf 13 bənddən ibarət yeni müqavilə təklifi verib. Ona görə Trump da deyirdi ki, mən Erdoğanla danışdım. Orada Türkiyə maraqları da var müəyyən mənada. Yəni regional maraqlar da var, belə deyərdim mən. Regionumuzda da 2 dənə ordusu olan dövlət var. Biri Ukraynadır, biri Türkiyədə. Başqa hissəsinin ordusu falan yoxdur. Pulları çoxdur, amma orduları yoxdur. 13 bənddən ibarət yeni təkliflər paketi verir. Bunu təbii ki, heç qabartmır. Yeganə istək bundan ibarətdir ki, Rusiyanın bugünkü yeganə istəyi, bir nömrəli istəyi, Krımın Rusiya tərkibində qalmasını Amerika Birləşmiş Ştatları təsdiq etsin və buna Türkiyə sussun. Başqa ərazilərlə bağlı yeni təkliflər var. Yeni təkliflər bundan ibarətdir ki, qoşunlar durduğu yerdə qalır və Rusiya Ukrayna silahlı qüvvələrinin o 4 vilayətdən çıxmasını daha istəmir. 15 kilometrik təhlükəsizlik zolağı yaradılır. Hər tərəf 15, əvvəl 10 idi, indi lap əvvəlləri 2022-ci. 15 kilometr geri çəkilirlər güya və Rusiya onun əleyhinə deyir ki, Ukraynaya beynəlxalq sülh məramlı qüvvələr gəlsin, amma neytral ölkələrdən, yəni NATO qüvvələri olmasınlar, NATO bayrağı altında və NATO'nun aparıcı dövlətləri olmasın. Belə bir istəklər var. Aydındır ki, Rusiya tərəf uduzduğunu və uzacağını yaxşı bilir. Ona görə mən deyirəm ki, avtoqol vurdu özünə. Bu paradla güya Rusiya münasibətləri dəyişmək istəyirdi.